Uşaqlar dünyası təqdim edir. Məstanə Sadiqiyəm və bu gün Azərbaycanın ən gözəl nağıllarının biri Saman, Lobiya və Qoru sizlə oxuyacağam. Bu gözəl nağılın çevirəni Əhəd Yusif Nijad. Saman, Qor və Lobiya. Kətdə yaşayan bir yaşlı qadın var idi. Yemək hazırlamaq üçün biraz lobiya götürüb pişirmək istədi. Ocağı yandırıb və daha tez pişirmək üçün odu bir ovuc samanla əlovlandırdı. Lobiyaları qazara tökərkən onlardan biri yerə düşüb və bir saman çöpünün yanında istirahətə başladı. Həmən bir qor ocaqdan atılıb yanına gəldi. Saman sevinclə soruşdu: "Əziz dostlar, siz bura nə cür gəldiniz?" Qor cavab verdi: "Şansım mənə yar olub, od məni bura tunladı. Yoxsa yanıb kül olub məhv olacaqdım." Lobiya dedi: "Allaha şükür olsun, mən də sağ salim bura gəldim. Yoxsa yaşlı qadın rəhm qılmadan məni başqa lobiyalar kimi pişirib yeməli olacaqdım." Saman dedi: "Mən sizdən daha şanslıyam. Necə ki yaşlı qadın bir ovcunda 60-dan çox qardaşımı oda töküb yandırdı. Mən barmaqlarının arasından sürüşüb bura düşdüm." Qor soruşdu: "İndi nə etməliyik?" Lobiya dedi: "Məncə bu bəladan qurtulduğumuz üçün yaxşı yoldaş olmalı və bir də Qarabəxliyə rast gəlmək deyə buradan köçüb uzaqlaşaq." Bu sözdən hamısı xoşlanıb, hamısı birlikdə yola düşdülər. Az getdilər, çox getdilər, bir su arxına yetişdilər. Arxın körpüsü yox idi. Sudan necə keçmələri barədə düşünürdülər. Saman bir yol tapıb və üzünü dostlarına tutub belə dedi: "Mən körpü kimi arxın üstünə uzanıb, mənim üstümdən gəlin, keçin." Bunu deyib arxın bu tayından o tayına körpü kimi uzandı. Bir samanın üstündən keçməyə qərar gəlib, keçməyə başladılar. Qor canı issi olduğuna görə saman körpüsünün üstünə qaçmağa başladı. Ancaq körpünün ortasına çatan kimi ayağı altından gələn su şırıltısı səsini eşidib qoruxub dayandı. Dayanan həmin saman olan körpünü qor yandırıb, ikiyə bölüb suya saldı. Qor da suya düşdükcə sonra cızvız eləyib suda getdi. Lobiya bunları gördükdən sonra qah-qah gülməyə başladı. O qədər güldü ki, dığırlanıb suya düşüb qarnı yırtıldı. Bu vaxt yoldan keçən dərzi lobiyanı görüb sudan tutdu. Mehriban və yumuşaq ürəkli olduğuna görə iynə sapı çıxaldıb lobiyanın qarnını tikdi. Lobiya dərzidən təşəkkür edib yola düşdü. Dərzi təlisdən qara sapı ilə lobiyanın qarnını tikdiyi üçün o zamanlardan bu yana bütün lobiyaların qarnında qara bir tişiş var. Siz də sevdiyiniz ən gözəl kitablardan, nağıllardan, oyunlardan və şeirlərdən video çəkib və bizə göndərin. Ki, həm öz adınıza bizim kanalımızda yayılsın, həm də bizdən hədiyyə alın.